Qadınla kişi eyni deyil. Hamı bunu bilir. Qadın da bilir, kişi də bilir. Eyni deyil. Qadın hüquqları, feminizm falan, bunlar ikisi də eyni deyil. Nə qədər ki bunu qəbul eləməmsən, elə bilirsən ki, nəticə əldə eləmsən, xeyr, faciələr dalbadal gələcək, arda-arda. Din dəyərləndirdi, kişinin kişi yeri var, qadının qadın yeri, qardaş, vallahi belə. Kişi kişidir, qadın da qadın. 5 dənə kişi bir iş mühitində oturub, qadın daxil olanda görürsən, mühit fərqlidir. Heç nə, bunun hiss, təcrübə bunu göstərir. Qadın daxil oldusa, elə fərqli bir varlıq. Eyni zamanda qadınlar da oturanda da kişi daxil olsun. Bunlar fərqli varlıqlardır. Din gözəl qaydalar qoyub, kişiyə hüquqi hakimliyi verib ailədə. Kişi ailənin hüquqi inzibatı rəhbəridir və salam. Və bütün qadınlar da istəyir o qüdrətli kişi olsun yanında, ona söykənsin.